Salam, gəlin məntiqdən riyazi əməllər mövzusuna aid olan bir suala baxaq. Deməli, bizə A kubu operator 4B bərabərdir 2A üzərinə gəlsin 2B ifadəsi verilibdir. Bizdən X dəyişəninin qiymətini soruşur. Yadda saxlamaq lazımdır ki, operatorun sol tərəfi sol tərəfinə bərabərdir, sağ tərəfi isə sağ tərəfinə bərabərdir. Yəni A kubu bərabərdir 125-ə, hansı ədədin kubu 125-ə bərabərdir? A dəyişənin qiyməti 5-ə bərabərdir. Biz qeyd elədik ki, operatorun sağ tərəfi də sağ tərəfinə bərabərdir. Yəni 4B bərabərdir X-a, hər tərəfi 4-ə bölsək, B dəyişənin qiyməti X bölünsün 4-ə bərabərdir. Tapdıqlarımızı aparıb birinci sətirdə yerinə yazırıq. Yəni 2 vurulsun, A-nın yerinə 5 yazırıq. 2-ni 5-ə vuranda eləyəcək 10, üzərinə gəlinsin, 2-ni də vururuq, B-nin yerinə X bölünsün 4 yazırıq. 2 ilə 4 ixtisar gedəcək, qalacaq X bölünsün 2, bərabərdir 30-a. Onu bərabərliyin sağ tərəfinə keçirsək, X bölünsün 2, bərabərdir 30 çıxaq 10, yəni 20-yə bərabərdir. Hansı ədədi 2-yə bölsək 20 alaraq? 40-ı, yəni 20-ni 2-yə vururuq. Deməli, X dəyişənin qiyməti 40-a bərabərdir.